Vaxtınız xeyirli uğurlu olsun dəyərli izləyicilərimiz. Bu videomuzda sizlərə gəlmişik 2 milyon 800 min manat dəyərində çox qəşəng bir villa təqdim etməyə. Villamız Mərdəkanda yerləşir. Qoşaqalar restoranı ilə üzbəyüz 26 sotun içindədir. 600 kvadratlıq bir ərazisi var evin. Möhtəşəm bir evdir, məncə almağa dəyər. Gedək yaxından tanış olaq. Həyətində nələr var, onlardan danışaq. Həyətində o başda 4 maşın saxlaya biləcəyiniz, qarajı, geniş bir açıq ərazisi, yəni istənilən qədər maşın saxlaya bilərsiniz. Kifayət qədər də yaşıllığı var. Girişdən sol tərəfdə də mühafizə evi var dəyərli O izləyicilər. yadımdan çıxmışdı. Həmçinin həyətin bu hissəsində açıq besetkası var. Yay aylarında rahatlıqla əyləşə bilərsiniz. Və həmən qarşısında da Hovuz möhtəşəmdir. çox geniş, böyük bir hovuzu var. Şəlaləli, daşma tipli, uzunluğu 20, eni 9 metr, dərinliyi 1,60 olan isitməli. Yəni qış aylarında da rahatlıqla istifadə edə bilərsiniz bu hovuzu, daha nə olsun. Mənim kasıb düşüncəm, buna nə qədər qaz pulu gedəcək? Nə Bunu qədər? isitmək üçün. Ümumiyyətlə bu Qaz, evdə, işıq pulu. bu evdə nə qədər qaz pulu, işıq pulu gedəcək? Siz kommentlərdə yazın bizə, görək necə, kim düzgün cavab verəcək. Burada 50 kvadratlıq geniş bir qış aylarında əyləşə biləcəyiniz besetkası var. Bəli. Yanında da manqalı. Gəlin manqalı da göstərək. Bu arada manqalın yanında həmçinin nənələrimizin təndiri var. Evdə nənə varsa, məncə ona qəşəng çörəklər bişirtdirmək olar burada. Allah hamıya can sağlığı versin. Amin inşallah. Göstərək buradan yay və qış mətbəxini cam balkonla da hər tərəfdən açmaq mümkündür. Döşəmə isti döşəmədir. Rəng tonları da çox gözəldir. Televizoru, kondisioneri var. İçində sanitar qovşağı var. Bu da manqalı. Çox möhtəşəm Gəl və sənə qəşəng. stadiona aparım. Gəl. Gedək top oynayaq. Gedək. Evin yan tərəfidir, hal-hazırda yaşıllıqlarla və arxa tərəfdə çox böyük stadion var. Bu arada evin yanları da, arxa tərəfi də keramiqranitlə üzlənilib, hər tərəfi. Burada da uşaqlarınızın rahatlıqla vaxt keçirə biləcəyi, həm futbol, həm basketbol oynaya biləcəyi o stadion. Generator da var. Yanında sanitar qovşağı da var. Hətta orada 2 dənə də evin kombisi var. Gedək Boiler evin sistemi. içinə. Bu arada Boiler falan təbii ki, bu boyda evdə hamısı var. gedək indi evin içi ilə tanış olaq əziz izləyicilər. Gedək. Həyəti qədər evin içi də çox maraqlıdır. Gedək göstərək. Gəl getdik, gəl. Gəldik, daxil olduq evin içinə. Oradan başlayaq. Başlayaq, gəlin. Gəl. Bizim evimiz boyda olan o 85 kvadratlıq qonaq otağı. Ay maşallah. Bu arada tavanın hündürlüyü 4 metrdir, yer tam isti döşəməlidir. Həyətə də çıxışımız var, pəncərələrimiz böyükdür. Bəli. Keçək mətbəxə. Burada həmçinin teras vardı, onu göstərmişdik çöldən. Keçirik, üzbəüzdə mətbəx var. Xanımlar, görün sizə. Yəni bu mətbəxdirsə bizim evdəki nədir? O sənin bir dənə sual sözün var həmişə. Bu mətbəxdirsə. Biz orada yaşayırıq. Vallah da. Maşallah, maşallah. Gözümüz yoxdur, Allah sahibinə xeyirli uğurlu Vallahi eləsin. Kim gözümüz alacaqsa yoxdur, biz- zarafat. Hər dəfə görürük zaten belə. Allah olmayanlara nəsib eləsin inşallah. Amin, inşallah. Burada isə birinci mərtəbənin bir yataq otağı, qonaq otağı kimi istifadə edə bilərsiniz, uşaq otağı kimi istifadə edə bilərsiniz buranı. Gəldik ikinci mərtəbəyə. Birinci yataq otağımızdan başlayaq. Yataq otağı və özünün sanitar qovşağı var. Keçək burada ikinci yataq otağı. Allah bütün balaları saxlasın. Burada uşaq otağı eləyiblər, ev sahibi uşaq otağı eləyib buranı. Gülmə krizim bitdi. Cəmalə bayaqdan gülmə krizinə düşmüşdü və burada üçüncü yataq otağı, özünün sanitar qovşağı da var. Maşallah çox böyük bir otaqdır. Bu arada bu otaqdan eyvana çıxış mövcuddur, Əladır. bəli. Məncə almağa dəyər. Maşallah, bütün otaqları genişdir. Bu 2 dənə otaq var burada. Oy. Hə.
Evdə biz də olmamışıq, yəni sizlə bərabər gəzirik evi. Burada isə növbəti yataq otağı yerləşir. Onu da çəkərək göstərək. 6-cı yataq otağı deyək də, hə, ən sonuncu məncə. Hər biri tam Düzdür? əşyalıdır. Ay sağ ol. Biri aşağıdaydı, 5 otaqda yuxarıdadır. Burada da geniş bir eyvan. Adam burada qocalmaz. Çox gözəl eyvanı var, çox. Yuxarını çəkmirik, bir dənə Yuxarı qalıb. qaldı, yuxarı. Gəlin qalxaq 3-cü mərtəbəyə. Hal-hazırda isə qalxdıq 3-cü mərtəbəyə. Necə böyük bir Oyda, necə qəşəng eyvanı hava var burada. Həm qapalı, həm açıq eyvanı var, çox gözəldir. Dəniz mənzərəsi də var. Bəli, bəli, oradan çəkək göstərək. Dəniz. Buranın axşam görüntüsü də gözəl olar məncə. Bəli. Allah xeyir versin. Hər kim alacaqsa indidən xeyirli uğurlu olsun. Hər kəsə bundan daha gözəl evlər nəsib olsun inşallah. Şərt sarayda yaşamaq deyil, şərt xoşbəxt olmaqdır. Mən sizin hamınıza xoşbəxtçilik arzulayıram. İnşallah. Qiymətindir? Qiyməti də start olaraq 2 milyon 800 min manatdır. Təbii ki, real alıcılarımıza endirimlərimiz də olacaq. Rüfət Aynur izləyicilərinə xüsusi endirimlərimiz olacaq əsasən də. 100%. Bəli, bizi izləyin, kanalımıza abunə olun, like eləməyi unutmayın, yorum yazmağı da unutmayın. Biz getdik, növbəti videolarda görüşərik. Hələlik. İnşallah. Sağ olun, hələlik.